Dostlar, baba Qəbələxanlar, nə qədər şofer yoldaşlarım var, hamıdan xahiş eləyirəm ki, bura qonaq gətirməyin. Yəni şoferə pis gözlə baxırlar, and ola Allaha. Yəni biz pulumuzu verib, yeməyimizi yeyib durduq, amma yəni deyir, bura bahalı yerdir da, bura bahalı yerdir. Görərsiniz indi inşallah. Boşluq nətər olur. Bura bəlkə də bir 100 dənə yaxşı oğlanlar var. Bura müştəri, klient gətirənlər. Deməli, uşaqlar, bu Qəbələxanlarda oturmuşuq. Baba, 4 dənə şiş çabab verib bizə, 2 dənə lülə, 2 dənə tikə. Bu göy, bir dənə pomidor xiyar, bir dənə bu kompot. 75 manat, 100 nəfər də qonaq gətirmişik. Bunu paylaşın, heç kim Qəbələxanlara qonaq gətirməsin. Yəni, bunlar da belədir. Qoy, özü xanların özünün də qulağına çatsın qoy. Bəlkə administratorlar eləyir. Yəni, bax, belədir vəziyyət. And ola Allaha. Deməli, 12-yə deyək ki, çavabı verdi, oldu. Baba 3 dənə şeyə 27 manat. Baba, balaca xiyar, göy. Bir də baba, buradan kompot idi.